Salam dostlar, mən Sabirli Bəxtiyar, kanalıma xoş gəlmisiniz. Uzun müddətdir məndən videosunun gəlməyini istədiyiniz Poco X6 telefonundan axırı ki bugün videomuzu çəkirik. Deməli, telefonumuz haqqında qısa məlumat verim. 8 RAM 256 yaddaşdır. Üzərində Snapdragon 7S Gen 2 var. Bildiyiniz kimi 4 dənə 8 nüvəlidir. Onun 4 dənəsi 2.4 GHz sürətlə və ondan əlavə o yerdə qalan 4 dənəsi isə 1.8 GHz sürətlə işləyir. Çox adam 7S Gen 2 ilə prosesor olan 778G prosesorunu bir-birinə çox bənzədir. Lakin bunlar ikisi eyni prosesor deyil. Onun 8 nüvəsinin biri 2.4 GHz sürətlə işləyir, digəri 2 GHz, digər 2 GHz, digər 4 dənəsi isə 1.8 GHz ilə işləyir. Amma bunda 4'ü 2.4 GHz və 2 dənəsi 1.8, 4 dənəsi 2.8 GHz sürətlə işləyir. Telefonumuz gördüyünüz kimi ekranı 6.67 inç Super AMOLED ekrandır. 68 milyar rəng dəstəyi var, 1.5K dəstəkləyir ekran ölçümüz. Həqiqətən çox keyfiyyətli ekranı var. Keyfiyyət olaraq çox qəşəng ekranı var telefonumuzun. Mən yəni bir Poco seriyasında bu qədər keyfiyyətli ekran gözləmirdim. Üzündə hal-hazırda qoruyucu şüşə olduğuna görə hətta çərçivələri biraz şüşənin altında qalıbdı, qırağının qara kənarlarına görə. Amma belə yəni telefonumuzun ekranı çox yaxşı vəziyyətdədir. Arxa tərəfində 64 megapiksel ana kameramız, OIS dəstəklidir, burada da qeyd olunub. 8 megapiksel geniş açı və 2 megapiksel makro kamera ki, yəni bu nəyə lazımdır? Bu 64 megapikseldən 2 qat optik yaxınlaşdırma, optik deməyək, digital yaxınlaşdırma etdikdə 2 qat, 4 qat. Yəni bundan daha yaxşı çəkir. Mənasız bir 2 megapiksel kameradır ki, onu X7 seriyasının Prosunda yığışdırdılar. Yəni sadəcə 2 dənə kamera qaldı. Bunda isə hal-hazırda hələ də davam edir bir şey. Bir seriya köhnə olduğuna görə. Bugün PUBG videosu çəkəcəyik təbii ki. PUBG-ni başladaq. Başlatmamışdan qalaq, pilimiz 99%'dir. Yəqin ki ekranda görünür temperaturu. Bax bu əlimə tutduğum hissələr idi. Prosesorun olduğu bölgə buradır. Səsi həqiqətən qəşəngdir, amma basları biraz zəifdir. ...36 saniyə. Yaxşı bir nəticədir, yəni pis nəticə deyil. Burada dəstəklərini göstərmək istəyirəm sizə. Səsini alaq. Deməli, telefonumuz axıcı qrafiklərdə FPS-imiz 60'a qədər qalxır axıcıda. 15, 30, 45, 15, 30, 45. Bura 45, bura 60 olmalı. Neysə, belə bir şey 60'a kimi qalxır. Dengeliyə atdığımızda 45, HD'yə atdığımızda 45, HDR atdığımızda aşırı yüksək 45, yəni ultra HDR-ı dəstəkləmir. Biz təbii ki akıcı ilə başlayacağıq oyunumuza. Onun ayarlarını dəyişim. Artıq çox vaxt oynayanda nəzərinizə çatdırım, mən bu formada oynayacağım. Joysticklə oynayacağım ki, əlimdə sürüşmələr olmasın ki, onsuz da səsi güclə eşidirəm. Sürüşmələrin ucbatından da bəzən tez bir halda ölürəm. Və mən də bunun olmağını istəmirəm. Oyunu başladırıq. Vaxtımızı da qururuq. Gördüyünüz kimi 98%. Oyun başında temperaturumuz neçədir? 34.3. Yay vaxtıdır. Həqiqətən telefonun çox qızmağına mən heç bir narazılıq eləyə bilmərəm. Biz özümüz yenə belə istidən pişirik.
Game Turbo-nu açırıq, ekran işıqlığını maksimuma qədər artırırıq. Oyunda kasmalar görə bilərik. Bu normal bir haldır artıq. İlk girişdə ölə də bilərəm. Mən buna o qədər də fikir vermirəm. Çünki birinci növbədə səs kasmıram. Çünki naşnikim yoxdur. Naşnikdə oynamıram. Bunu biraz qaldırın. Videonu yuxarıdan rahat şəkildə çəkə bilirdik. Harda olduğumuza baxaq. Onsuz da birinciyə düşəcəyik. İndi bu qıraqlara bir yerə düşün. Sakitcə yerə.
diqqətli oynamağa çox məcburam. Diqqətli oynamamız təbii ki işimizə yaradı. İndi mən bura keçib burada gizlənməyi ilə deyir ki bunu. Mən bunu döndərməliyəm belə. Çünki səsləri çox bağlayıram. Gördüğünüz kimi joystick kamera yerinin üstüne düşür. Ona göre biraz problemler yaranır burada. Bölgede yine oyuncu var. Çok canım apardı həqiqətən. Bot olma ihtimali var. Bilmirəm botdur ya deyil. Yine bölgede tek oyuncu qaldıq. Artıq 10 dəqiqəyə yaxındır. Oynayırıq. Ölçək temperaturumuzu 37.8. Elə bir isinməsi yoxdur telefonun. Həqiqi mənada elə bir isinməsi yoxdur. Yəni indiki havanın temperaturu 95%, 98'də başlamışdıq, 3% düşüb. Videonu hal-hazırda çəkən telefonumun temperaturuna da baxmaq istəyirəm. (39.6) 39.7 belə temperaturlarda getdik qatarı çağırmağa. Birinci hansı tərəfdən başlayırıq? Deyəsən buradan açacağıq. Arada aşağıdakı telefona diqqət yetirirəm. Arada 60 FPS dan 30'a düşür sanki. Mənim M24 var idi bir dənə. Onun hardaydı o? Onun bir dənə yerini tapın. Bölgədəki oyuncu sayı 1'dir hələ də, gələn yoxdur. Gəl yavrum, gəl. Görək nələr verir bizə. Oyunda elə bir ki, nəsə bir rəng dəyişikliyi yarandı. Hiss
hiss elədinizsə əgər. Bura götürürük MG. Kar verir bizə. Karı neyinirəm? Final call. All passengers should be on board immediately. Bizim M24'ümüz haradaydı? Bir dəqiqə xəritəyə baxım. Böyük buralıqda bir yerdəyik. M24'ü buralıqda bir yerdə gördüm. Burada. Getdi ancaq 7.62 yığmağa. Grafikləri dəyişməmişik. Grafikləri artırın. Grafiki dengeliyə gətirdik. Gördüyünüz kimi artıq 45 FPS-ə düşdü. Oyunda kasma olmasa da kasırmış kimi görünməyə başladı. Görüm orada da effekt görünür mü? Alan bağlanır. Görək hansı tərəfə verəcək. Bizim nəyimiz var? Jetimiz var. Dev oluşmamız var. Yeni alan verdi. Pochinkiyə doğru. Devam. Səs polmudur. Ekran işığımız hələ də azalmayıb. Biz dev olaq. Gedək Pochinkiyə. Bunun üzünə bir baxın. Köprüdən keçəməyəcəyik. Devlə döyüşməyi o qədər də sevmirəm yəni. Botçuk. Roll. Gördün mü?
Prosta öldürəcəklər mənə. Prosta mən istəyirəm vaxtı dəqiqləşdirək. Artıq mən artırmağa məcburam qrafiki və burada qıraqda bir otluqda uzanaq. 16 dəqiqəni keçib 94%. Üzr qulağıma səs gəldi. Ona görə götürdüm. Otuz 38.3, 38.6, 38.6 en yüksek yerde. Aşağıda birini gördüm. Tam basmalıyam. Gördüm. Kontrol nereye düzaldayım? Bu kimə sıxdı axı? Botdu təbii ki. Getdim, avtomobil buralıqda bir yerdəydi, ona mineyim. Ha, burada. Grafikləri HD'yə dəyişdim çünki vaxtımız artıq 20 dəqiqəyə çatıb. Sonu HD'də 5 dəqiqə, HDR-da da 5 dəqiqə oynayacağıq. Üzr istəyirəm, gözüm yuxarıdakı kamerada qaldı, ona görə oyun oynayanlar. Aha. Maşın işarəsi var, amma maşın hardadır görə bilmirəm. Gördüm.
Sən bayaqdan mənim maşından əsir qoymusan. Burada yenə adam var. Mən bunu çəkir də güllə dəyişdim. Abi yazın etdi, ne geldi bura? Ha. The train is now approaching. Yaxşı gəlmişdi, amma Final call. mən onu Passengers qabaqladım. should be on board immediately. Of, alayım. Hı.
Artıq 27 dəqiqədir oyun oynayırıq. 39.3 pilimizdəki 98% gedib. Yəni götürəndə 5000 mAh baterika üçün çoxdur. The train is now approaching. Mən əminəm, amma tam da əmin deyiləm. Çünki burada olmalıydı. Watch out! İndi hardansa çıxacaq da. Ya botdur, ya da həqiqi adamdır. Odur. Yox, öldürmüşük qalıb burada. Final call. Suyumuzu artıraq. Should be on board immediately. Oyun çox tez bitdi. Yəni bu qədər tez bitəcəyini düşünmürdüm. Hə, bot imiş. Victory belongs to us. Oyunda özünüz də gördünüz ki, kasma donma olmadı. 39.3. Mən bayaq dediyim kimi bunu 97 də saya bilərsiniz, 98 də. Pilimizdə gördüyünüz kimi 90% qalıb. Belə. Çox sağ olun, kanala abunə olub like atmağı unutmayın. Yəni deyərdim ki, bu qiymət aralığında normal oyun oynamağa, sonra amma Wi-Fi ilə, megabaytla oynasanız çox donma kasma verir oyun təbii ki. Yəni bu qiymət aralığında həm ana kamera olaraq yaxşıdır gündüzləri, enerji baxımından yaxşıdır, dizayn baxımından yaxşıdır, həm də yüngüldür, 181 qramdır. Bu 6.67 inç ekrana nəzərən və ekran gövdə oranında 89.7%-dir. Yəni deyərdim ki, bu aralıqda çox yaxşıdır. 300-350 manat civarında ikinci əl olaraq alırsınız, 450-500 manat aralığında da təzəsini alırsınız. Məsləhətdir, alın, istifadə edin. Çox sağ olun, təşəkkür edirəm. Kanala abunə olub like atmağı unutmayın. Təşəkkürlər.